Çiçək və ya gül tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğdur. Belə ki, çiçəyin 2 dənə əsas hissəsi var. Dişicik və erkəkcik. Erkəkciklər burada göstərilənlərdir. Bu qırmızılardır. Bu ortada sarı isə dişicikdir. Dişicik ağızcıq, sütuncuq, yumurtaq və yumurtacıqdan əmələ gəlir. Erkəkciklər isə tozluq və tozluq sapından əmələ gəlirlər. Burada göstərilən bu çiçəkdə hələ tozlanma baş verməyib. Bunu nədən bilirik? Baxın, burada göstərilən bu tozcuq kisələri, bunlar hələ onlar yəni istifadə edilməyiblər. Tozlanmalar bir neçə növdə olur. Çarpaz tozlanma, öz-özünü tozlanma, külək vasitəsi tozlanma, yəni süni yol tozlanma və də həşəratlar tozlanma müxtəlif formalarda olur. Öz-özünü tozlanma, məsəl üçün, buradakı erkəkciklər ağızcığa düşür və burada bu baş verir. Bu öz-özünü tozlanmadır. Və yaxud da ki, buradakı olan erkəkciklər başqa bir bitkinin çiçəyin üzərinə ağızcıq hissəsini düşərsə, bu çarpaz tozlanma adlanır. Və yaxud da ki, burada olan dişi erkəkcik burada olan dişi ağızcığına düşərsə, bu yenə öz-özünü tozlanma adlanır. Çünki bir bitki üzərində baş verir yenə. Çarpaz tozlanma necə baş verir? Belə ki, burada göstərilən bu bayaq dediyim kimi, burada olan erkəkciklər başqa bir çiçəyin dişicik ağızcığına düşür. Bu necə olur? Burada həşəratlar vasitəsilə olur və ya həşəratlar vasitəsilə olur. Məsəl üçün, arılar burada gəlib, buradan nektarı yığır və gedir başqa bir bitkinin üzərinə qonur və burada o tozlar gedir başqa bir bitkinin üzərinə düşür və burada artıq çarpaz tozlanma baş verir. Və həşəratlar bu bitkilərdə necə gəlib tozlanmalar əldə edir? Burada gördüyümüz bu ləçəklər bu bitkinin tacını əmələ gətirir. Belə ki, həşəratlar və yaxud da arılar bu ləçəklərin rənginə görə gəlirlər. Ondan sonra artıq onlar onun içərisindəki o dişiciyə və yaxud da ki, erkəkciklərə baxıb, ondan sonra özlərinə nektar yığırlar. Əgər onlar da əsasən belə əlvan rəngdə olan ləçəklərin üzərinə gəlib qonurlar. Burada göstərildiyi yer bu yarpaqlar, kiçik yarpaqlar, kəsə yarpaqlarıdır. Bu isə kəsadır. Kəsacıq isə burada göstərilən kəsadır. Kəsacıqda bütün bir bitkinin, yəni çiçək öz üzərində daşıyır. Sonra öz üzərində daşıyır və sonra süni yolla tozlanma var. Süni yolla tozlanma, məsəl üçün, öz-özünə burada süni yolla, məsəl üçün, günəbaxan bitkisində insanlar, onlar ki, çox xırda, onun çiçəyi falan xırda olur və həşəratlar çox da onu cəlb etmir və insanlar bunu süni yol vasitəsilə onları tozlandırırlar. Bir şey də qeyd edək ki, öz-özünü tozlanma çox tez-tez təkrarlanarsa, artıq bitkidə cırlaşma baş verir və az məhsul əldə edilir. Məsəl üçün, yasəmən bitkisi çox xırda və əlvan rəngdədir. Onların tozluqları, yumurta tozcuqları çox yüngül olur, rəngsiz olur, iysiz olur və bu da həşəratlar cəhətdən çox da belə gözə çarpan olmur. Onlar külək vasitəsilə yayılırlar.